cavan adam üçün okeydir nəyə görə? Çünki onun əsas motivasiyası öyrənməkdir, inkişaf eləməkdir və startapda tez inkişaf edirsən. Çünki daim hansısa problemlər çözürsən və daim nəsə eləmək lazımdır. Bankdakı kimi oturub çay içmirsən ki, bir həftədə bir dəfə nəsə orada deyəcəklər ki, orada hərfsi buradan A-dan B-yə dəyişkinə. Bankda işləyəndə regression gedir. Yəni sənin özün kənar proyektin yoxdursa, geri gedirsən çünki heç vaxt işin eləmirsən də. Özdə komfort zonasına da girirsən ki, ayda nə bilim 2000 evro, 3000 manat qazanıram. Hər şeyim qaydasındadır. Amma sabah o iş olmayanda sən özü iş tapa bilmirsən çünki mütəxəssis olaraq mütəxəssis deyilsən. Bacarığın yoxdur və yaxud texnologiya ucu gedib hara, nələr var, sən onların hamısını ötürmüsən. Startapda o elə olmur. Startapda təzə nə çıxırsa, tez onu götürməlisən. Nəyə görə? Təzə texnologiyalar sənə müəyyən bir üstünlüklər verir. Sən də tez olmalısan, cəld olmalısan deyə məcbursan texnologiyanın hesabına bir üstünlük əldə edəsən. Və o texnologiya zaten təzə çıxıb, onu öyrənmək lazımdır. Onun spesialisti yoxdur. Artıq o developer başlayır onu tez bir şəkildə öyrənib tətbiq eləməyə. Ona görə startaplar mənə görə inkişaf üçün ən doğru seçimdir. Amma belə korporativ strukturla getsəz, mənə də gəlir ki, orada inkişaf ləng gedir. Bir də ki, komfort zonuna öyrəşirsiniz, inkişaf ümumiyyətlə getmir, şəxsiyyət olaraq da. Startapdan başlayıb daha sonra nə vaxt sonra korporativ daha rahat komfort zonuna keçir? Mənə görə heç vaxt. Yəni çünki startap belə deyək, ab-havasına girən adam şey olur, sonra manyak olur. O biri ab-havada özünü xoşbəxt hiss eləyə bilmir. Yəni mən gördüklərim hər halda. O cür intensiv adrenalinli iş şəraitinə öyrəşən adam və artıq yeni komfort zonası o olan adam ora gedəndə darıxır, özünü asmaq istəyir ki, bu nədir, mən hara gəlmişəm. Bir müddətdən sonra, 1 il, 2 il işləyəndən sonra yenə də bir macəra axtarır ki, bir maraqlı startup olsaydı gedər. Məncə nə dəyişməlidir əslində? Startupın miqyası dəyişməlidir. Yəni bu balaca startuplarda işlədin, sonra daha böyük milyonlarla fundraise eləmiş startupa getmək maraqlıdır misal üçün. Çünki orada da daim iş gedir, amma sənə maaş vermək kimi problemləri yoxdur da. Yəni sabah maliyyə vəziyyətinə görə işdən azad olmaq kimi bir riskin yoxdur, amma macəralı bir yoldur.